Salam dəyərli izləyicilərim. Bugünkü mövzumuz beyni zədələyən, zəhərləyən qidalar haqqındadır. Bunlar hansılardır? Birinci növbədə trans yağlar. Trans yağlar əsasən kolbasaların, sosiskaların, hazır yarım fabrikatların və fast foodların və mağazalardan aldığınız şirniyyatların tərkibindədir. Onlara görə də bunlardan çox az istifadə edirik. Qəti qadağan sözünü demirəm. Yenə də uşağınızla ağıllı söhbətlər aparıb ona ziyanı tərəflərini açıqlayıb və uşağın özünün ağıllı seçim etməsinə, yəni yönləndirə bilərsiniz uşağı. Müəyyən yaşdan sonra, 2-3 yaşdan sonra. Belə ikinci qidamız bunlar qazlı sulardır. Qazlı sular tərkibində aspartam vardır. Bu da hansı ki süni şəkərlər. Bu da beynin yəni pis qidalanmasına səbəb olur. Yəni qanda qlukozanın bir anlıq tez bir şəkildə qalxıb və enməsidir ki, bu da heç də yaxşı bir şey deyil. Birdən-birə körpəniz aktivləşir, bir yerdə dayanmır və yaxud da yatıb qalır. Bu da yaxşı əlamət deyildir. Və növbəti qızardılmış məhsullar. Qızardılmış məhsullardan çox az istifadə edirik. Həftədə bir dəfə olsa, yəni bəsdir. Çünki bu zamanda qızardılan zamanda ziyanlı yağlar ayrılır. Bu da beynə çox ziyandır. Olmaz. Çünki beyin damarlarının tutulmasına yəni səbəb olur ki, bu da beynin pis qidalanmasıdır. Və növbəti isə bunlar souslardır. Yəni mayonezlər, ketçuplar, bunların da tərkibi beyin üçün o qədər də yaxşı məhsullar yoxdur burada. Ona görə də bunlardan da çox az istifadə edirik. Yəni növbəti isə bu yağlı ətlərdir, yəni qoyun əti. Bu da yəni damar kirəcləşməsinə gətirib çıxardır. Bunlardan da az istifadə olunsa, həftədə bir dəfə istifadə olunsa yaxşı olar. Başqa vaxtları isə yəni ola bilər ki, yağlıq dərəcəsi az olan yağlardan yəni ətlərdən istifadə etsəz daha yaxşı olar. Və növbəti bu yağlıq dərəcəsi faizi aşağı olan süd məhsullardır. Burada isə əksinə biz fikir veririk ki, yağlılıq faizi əksinə yüksək olsun, 5%, 10%lik xamalar, 15%lik xamalar və yaxud da kəsmiklərdən istifadə oluna bilər. Əksinə, faizlik dərəcəsi aşağı olanlar bu yaşlı insanlara məsləhət görünür. Amma körpənin böyüməkdə olan beyninə isə burada əksinə yaxşı heyvan mənşəli yağlar lazımdır. Bu da süd məhsullarında var. Ona görə də bunu əksinə alanda fikir verin ki, yağlılıq dərəcəsi faizi yüksək olsun. Və sonraki deməli qidamız nədir? Bunlar şirniyyatlardır. Əlbəttə ki, şirniyyatlardan da az istifadə etməyə çalışın. Çünki dediyim kimi bu da yəni qazlı içkilərdə olduğu kimi yəni qlukozanın bir anlıq qalxmasına və enməsinə səbəb olur. Bu da beynin koqnitiv yəni əlamətlərin, funksiyaların pisləşməsinə gətirib çıxardır. Yaddaş, diqqət pozğunluğuna gətirib çıxardır. Ona görə də az istifadə olunsa daha yaxşı olar. Və növbəti bunlar tez bişən yarmalar. Yəni bunlar 3 dəqiqə məsələn bişən, qutuların üzərində yazır, 3-5 dəqiqə bişən yarmalardır. Bunlar xeyirli deyildir. Bunlar əksinə ziyanlıdır. Çünki burada tezləşdirilmiş karbohidratlar vardır ki, bu da beyinə o qədər də xeyir deyildir. Ona görə də əksinə 15-20 dəqiqə bişənlərdən istifadə etsəniz daha yaxşı olar. Belə ki, bundan əlavə ziyanlı qidalardan və körpənin həyat tərzinə, aktivliyinə də fikir verməliyik. Yəni, bütün günü evdə keçirilməməlidir. Vaxtını havaya çıxmalıdır. Çünki beynə oksigen lazımdır. Bu da təmiz havada vardır. Ona görə də bacardığınız qədər havada çox olun. Təmiz havada qoy oynasın yaşıdları ilə və qidalanmasına da əlbəttə ki, fikir verin. Bu qədər əzizlərim.